Biz zülm deyəndə dərhal böyük qlobal məsələlər ağlımıza gəlir. Mənə görə onun bunun dalınca danışmaq da zülmdür. Ailədə xanımına, uşağına diktatorluq etmək də zülmdür. Haqqı olmadığı halda bir çöpə sahib olmaq belə zülmdür. Maraqlısı odur ki, bu zülmləri özü edənlərin çoxu dövlətlərə, hakimiyyətlərə qarşı zülmkarlıq iddiası edirlər. Özümüz bu qədər zülm edə İmam Hüseyn məclislərində zülmə boyun əymərik deyirik. Çoxumuza hakimiyyət verilsə, evdəki diktatorluğumuzu özümüzlə bərabər yuxarı səviyyələrə qədər daşıyıb ən böyük zülmkar elə özümüz olacağıq. İmam Hüseyn məktəbindən ətrafdakı yezidlərə deyil, ilk öncə öz içimizdəki yezid xislətə qarşı mübarizəni öyrənməliyik. İçimizdə də hər gün aşuradır. 30 minlik nəfsani yezidi düşüncələrimiz var ki, sonda tək qalan mənəvi Hüseyni düşüncəni qətl edir. Və biz də tarixdə olduğu kimi imamı qətl edib sonradan göz yaşı tökməklə vicdanımızın səsini də nəfsimizin hiləsi ilə batırırıq.